Aparım bunları atım paltarlayana bir dəfə yaxalama eləsin. Nə də olsa əlimizdə istifadə etdiyimiz əskilərdir, yəni paltardır, öyle geyindirməyim. Digərlərini də yuyub təmizləyərəm və birazdan artıq evi dekor eləyərik birlikdə. Yoldaşım da Sədələkdən gözəl qablar alıb mənim üçün. Yolkamızı da alıb, indi gətirsin, birlikdə açıb baxarıq. Hər kəsə salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi, əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Artıq yeni il dekorlarını çıxarmağa başlamışam. Burada sizə yeni ilə aid pijamamı göstərim. Çox gözəldir. Əslində bunu evdə geyinirəm, yəni ev geyimi olaraq istifadə edirəm. Temudan almışdım. Kodunu da əlavə eləyərəm sizlər üçün. Və başlayıram divanın altında olan yeni il aksesuarlarını yavaş-yavaş çıxarmağa. Bu qədər aksesuar olmağına baxmayaraq, yenə də Temudan təzəlikcə 120 manatlıq yeni ilə aid əşyalar sifariş vermişdim. Yəqin ki, artıq o videonu izləmisiniz. Əgər izləməmisinizsə, linkini də qoyacağam. Şərh bölməsində yerləşdirəcəm. Keçid edib baxın, çox maraqlı şeylər sifariş etmişəm. Hamısını da kodunu yazmışam sizlər üçün. Bu qablarımı da keçən il Sədələkdən almışdı yoldaşım. Altılı şəkildə və 2 fərqli ölçüdə olan qablar idi, alt üst olaraq. Keçən il yeni il süfrəmdə istifadə eləmişdim, amma artıq o düşüncədən çıxmaq istəyirəm. Qonaqlıqdan qonaqlığa istifadə etməyin tərəfdarı deyiləm. Yəni artıq bu düşüncədə deyiləm. Əvvəllər bəli, məndə də ayrı idi. Ancaq qonaqlıq olanda istifadə elədiyim qablarım var idi. Amma artıq gördüm ki, elə ən dəyərlisi, əlbəttə ki, qonaqlarım da dəyərlidir, amma insan ilk öncə özünə dəyər verməlidir ki, qonağına da həmin o dəyərdən göstərə bilsin. Ona görə də artıq ən gözəl qabı da özümə istifadə edirəm, ailəmə istifadə edirəm. Daha sonra da qablarımı səliqəli şəkildə saxlamağa çalışıram ki, qonağım da gələndə önünə qoya biləcəyim gözəl qablarım olsun. Qızlar, bunlar da Novruz üçün aldığım dekorlardır. Belə yumurtalardır və burada da yastıq üzləridir. Sifariş eləmişdim. Bu şəkillərlə çıxardıb göndərmişdilər yastıqları. Fərqli şəkillərdir. Belə Temudan almışam hamısını. Yəni ki, məndə təkcə yeni ilə aid deyil də dekorlar. Sonra deyirlər ki, ancaq yeni ili qeyd edirsiniz. Səhv anlaşılmamaq üçün mən ümumiyyətlə bütün dekorları, yəni payız dekorlarında da yazılmışdı ki, Halloween keçirirsiniz. Yəni mən Halloween keçirtmirəm. Heç Halloween günündə belə hər hansısa bir paylaşım etmədim. Oktyabrın 30-da səhv eləmirəmsə Halloween. Amma yəni hər hansısa bir paylaşım etmədim. Sadəcə evimi gözəlləşdirməyi sevirəm. Dekorlarla, əşyalarla evimi bəzəməyi sevirəm. Ona görə də belə bu cür gözəlliklərə önəm verirəm. Burada da səməni də düşüb arxaya. Yəni ki, qızlar, hər bir şeyin dekorunu eləməyə çalışıram. Burada da belə hədiyyəlik paketlər hazırlamaq üçün bu cür kağızlardır. Hədiyyələrin bir qismini hələ almamışam. İndi hamısı gəlsin, birlikdə qablaşdırarıq. Bunları da özüm düzəltmişdim qızlar. Yoxanın altında keçən görsənlər. Qızlar, keçən il belə şarlar almışdım Temudan. Onları şişirməyə başladım. Keçən istifadə elədim. Daha sonra içərisindəki havanı boşaldıb, qatlayıb qoydum divanın altına ki, gələn istifadə eləyərəm. Bu ildəki açdım. Bir dənə şaxtabamız var, bir də qaradamımız. Bir də 2 ədəd belə şəkər formasında belə bir şar var. Qaradamı yaxşı vəziyyətdədir, amma ki, şaxta babanın biraz nəsə problemi var. Çünki şişirtməyimizə baxmayaraq yenidən havası boşalır və düşür yerə. Bilmirəm hansı tərəfindədir, amma zədəlidir artıq. Atmaq lazımdır. Amma Ajda imkan vermir atmağa. Deyir, yox, mən şişirəcəm atmaqla. Mən də elə ona görə saxlamışam, hələ ki qalıb evdə. Və burada da yoldaşım artıq gəldi evə. Yeni qablarımı görmək üçün o qədər səbirsizlənirdim ki, Sədələkdə olarkən görüntü zəng elədi. Mağazanın içərisindəki qabların hamısını bir-bir göstərdi mənə. Mən də elə seçim elədim. 1-2 dənə bəyəndiklərimi dedim. Çox sağ olsun, hamısını alıb gətirdi. Allah razı olsun. Başımızın üstünə əski eləməsin. Nə yaxşı ki var. Həqiqətən də yəni bu cür mənim qab sevgimə hörmətlə yanaşır. Amma arada deyinəndə deyinir əlbəttə ki, bu qədər qabım var, yenə də qab almaqdan bezmirsən. Mən də artıq belə qəbul eləyib. Çox gözəl qablar seçdim qızlar. Həm yolkalı, həm şaxta babalı. Daha əvvəl Voltdan, Super Toys'dan sifariş etdiyim qablar da orada var imiş və daha münasib qiymətə imiş. Biraz peşman olsam da onları almağıma eybi yox. Artıq almış idim. Qaytarmaq istəmədim. Ona görə də elə onları da saxladım. Buradakı qablara da 120-130 manat civarı pul ödəmişdi yoldaşım. Ayrı-ayrılıqda heç birinin qiymətini bilmirəm. Sadəcə bir dənə o böyük konfet qabı var ya qızlar. Uşaq
taxta baba olan. Həmin onun qiyməti 40 manat idi deyəsən, elə xatırladım. Amma digərlərindən əfsuslar olsun ki, heç birinin qiymətini bilmədim, nə də yoldaşım da soruşmuyub. Ona görə də heç birinin qiymətini tam aydın bir şəkildə sizlərə bölüşə bilməyəcəm. Çox üzürlü sayım bu səbəbdən ötürü də. Bu 2 mərtəbəli olan qabı da indi düzəldəcəm. Bununla digər qablarım dəst olsun deyə bu şəkilli olanı seçdim. Qızlar, yoldaşım elə bir yolka alıb ki, çox çətin qurulur. Belə nömrələr var üzərində və bu hissəsində yazılıb A, B, C, D, yəni belə qarışıq bir yolkadır. Hər yerimizdə artıq A oldu. Baxın, belə bir yolkadır. Hündür, gözəl bir yolkadır, amma çox çətin qurulur. İndi biz buna davam eləyək qurmağa. Üstümə başıma bir dənə baxın. Son vəziyyətində göstərərəm, paylaşaram sizinlə. Mahnı ilə əhval-ruhiyyəmizi yüksək tutmağa çalışırdım, amma dəhşət yorulmuşdu. Satan adam da heç izah eləməyib ki, yoldaşıma, bəs korobkanın içərisindəki yolka çətin qurulur, həqiqətən də yəni istəyirsiniz bunu almaq ya yox. Heç izah da eləməyib, tək ki malını satsın. Deməli qızlar, yolkamız hazırdır. Buraları da süpürdük. Çox tökülürdü. Ağ qarları üzərindəki ağları çox tökürdü. Hələ bunun indi mən işığını taxmalıyam. Oyuncaq vurmayacağam. Keçən ildə vurmamışdım, o qədər oyuncaq istifadə eləməmişdim, amma bu il heç istifadə eləməyəcəm oyuncaqdan. Daha çox bantiklər almışam Temudan, onları vuracağam. Bir də yuxarıya, bu baş hissəsinə də böyük bir dənə bantik var. Oradadır, onu taxaram. Bir dənə də işıq taxaram. Qablarımı da yudum qızlar, yeni qablarımı. Birazdan quruluyub, yerləşdirərəm yerlərinə. Hələ heç bilməm hara qoyacağam. Dolablarımın içərisi çox doludur. Alt hissələri də qoya bilmərəm. Nə də olsa yenidirlər deyə biraz qorxuram ki, qırılar. Çünki Rail alt dolabları, siyirmələri açır, çox qurtalayır. İndi görüm bir dənə buralara sərgiyə salım o tərəfləri. Sonra bunlar üçün quruluyub yer taparam bunlara. Amma çox da məncə dolablara qoymayacağım. Çünki yəni yeni ildə də artıq bunları indi işlətməyəcəm, sonra haçan işlədəcəm. Elə əlimin altında olsun deyə gözə görünən bir yerə qoyacağam ki, rahat olsun mənə. İndi gedirəm digər otağı sərgiyə salım. Zalı hələ bitirməmişəm. Gəldim mətbəxi sərgiyə saldım tez. Sushi sifariş eləmişik. Mən tez oraları sərgiyə salana kimi də sushi sifarişimiz çatar. Və sifarişimiz də çatdı qızlar. Bu dəfəki suşilər çox dadlı idi. Bilmirəm, mən çox ac idim bəlkə ona görə, amma zövq aldım. Həqiqətən o yorğunçuluğun üzərinə bir də belə bir sushi keyfi eləmək çox xoş oldu. Həmişə kimi onlu sushi Bakudan sifariş elədik. Sizlərə də linkini qoyacağam açıqlamada. İstəsəz sizlər də sifariş eləyə bilərsiniz. Qızlar, Ajdan yolkasında düzəltdim. Temudan aldığım bu şarlarla
Çox gözəl oldu. Eyni rəng tonlarında olanda çox qəşəng görsənir. Axşam isə yoldaşım bazarlıq etmişdi. Əslində neçə vaxtdır bazarlığımızı paylaşmıram. Sadəcə bunu çəkmək istədim. Həm də bu videonu tez montaj edib sizlərlə paylaşmaqdan ötürü səbirsizlənirəm. Ona görə də bazarlıq videosunu da əlavə elədim ki, dəqiqə tamamlansın. Burada salfetkadır, 32 ədədli. Daha sonra Kalinkanın belə kərə yağıdır, yeməklərdə istifadə edirəm və artıq pəhriz saxladıqdan sonra çörək əvəzinə bu xlebçi malatsının xlebçilərindən yeyirəm. Çox da dadlıdır. Ən sevdiyim yaşıl çay Berqanın jasminli yaşıl çayıdır. Tez falan, yəni onları içə bilmirəm. Evdə istifadə etdiyimiz qara çay da budur, şaxqol. Daha sonra Raul üçün 2 ədəd süd, həm yəni evdə istifadə üçün, həm də Raul üçün. Vitamin şirələri, ən çox da şaftalını bəyənirik. 2 ədəd quru salfetka. Daha sonra yumurta və 2 paçka da yaş salfetka. Yumurta bizim evdə çox tez qutarır qızlar. Çox güman ki, ancaq səhər yeməyinə üstünlük veririk, ona görədir. Bu cür tost çörəyi Holland pendiri ilə çox dadlı olur. Arada tost eləyirəm və çox vaxt elə dondurucuya atıram. Ehtiyac olduqca çıxardıram. Evdə də bilirəm ki, artıq çörək var. Savo çörəyi tez xarab olur və çəki ilə şor, xama və qaymaq almışdı. Bir də əlavə olaraq pendir. Mən daha çox ağ pendirləri sevirəm və sasiska, 2 cür sasiska almışdı. Sasiska isə heç cür yeyə bilmirəm. Bir ara südlü sasiskalar sevirdim, amma artıq onu da yeyə bilmirəm. Sanki diyetdən sonra tamamilə ağzımın dadı dəyişib. Bu digər klokda isə file idi. Bir də flor ilə vaniş istəmişdim. Onları da almışdı. Çox sağ olsun. Və bu qədər bazarlığa 116 manat xərcləmişdi. Allah hər kəsin evinə ruzi bərəkət versin, amma yəni pulun bərəkəti yoxdur, elə deyirlər. Həqiqətən də elədir. 100 manat artıq heç nə olub demək olar ki, bir həftəlik bazarlığa belə 100 manat bəs eləmir. Allah hər kəsin işini avand eləsin, gözünün könlünün hər gördüyünü ala bilsin, ailəsi üçün, evi üçün. Burada da qızlar ürəyim tort istəmişdi. Tiramisu tortu əsasən də yoldaşımdan xahiş elədim. Gələrkən Azzadan aldı. Azzanın tortlarını çox sevirəm. Həqiqətən də dadları möhtəşəm olur. Bu balaca tort olmağına baxmayaraq, səhv eləmirəmsə qiyməti 12-13 manat arası idi. Burada da artıq özümüzə çay süzdüm. Bu yeni aldığım tort götürən qaşığımı da göstərirəm sizə. Kodunu da əlavə eləyəcəm. Çox gözəldilər. İstəsəz ala bilərsiniz. Həm də qiyməti də münasibdir. Və artıq burada da vloqumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.